Rəşadın bilmirəm, ürəyi ağrıyır mı görəsin mi? İki dənə qız uşağı. Bu indi bu bizim sahilə gəlmişdi. Burada gəlmişdi deyəndə dəfələrlə gəlib, çörəklərlə sizə hədiyyələr gətirirdi, bulqalar. Belə danışırdı. Yekə-yekə danışırdı. Bax bunu mən deyirəm. Gəlsin, gəlsin. Uşaqlara o da sahib çıxsın. Laf sahib çıxmır, nəsə eləsin. Sahib çıxmaq borcu deyil. Yox, mən sahib çıxmağı demirəm. Ya nəslinin nümayəndəsi deyil. Bəli, mən, yox, özləri bilər. Mən qarışmıram. Özləri bilə söhbəti deyil. Mən bilirsiniz, məni ən çox narahat eləyən məsələni deyim, dostlar. Siz də bilirsiniz, mən də bilirəm ki, sahib çıxmaq söhbət getmir. Mən o valideynlik ata qrafası ki var, o qrafada o qız uşaqlarının ata qrafası boş qalmasın deyə o anama müraciət edirəm. DNK-nı da efirdən kənar etdirib o qızların sadəcə olaraq ata qrafası boş qalmasın. Bunlar qız uşağıdır. Bu uşaqlara ən böyük zərbə valideynlərdən gəldi. Həyatın ilk zərbəsini öz valideynləri vurdu, ata, anası. Əvvəldən o anası da, Sahilə də onların elə istədiyi bu idi. Bu idi ki, uşaqlar onların adı olmasın. Uşaqların sənədində qardaşlarının adı olmasın. Onların istədiyi bu idi, amma çox böyük səhv və çox böyük günahdır. Onlar işlədirlər. Yetəri qədər yetkin bir adamdır. Yetkin, Özü 40 öz yaşındadır. qərarlarını verə biləcək. Sadəcə olaraq burada insanın şəxsiyyəti, mənliyi olmalıdır ki, Əlbəttə. elədiyi səhvin... Ay mənim bir dənə baxım görüm, əllərin, çək əllərini uşaqdan. Ay Allah, yavaş, yıxarsan körpəni. Aşkım. Ne qədər bunu istəyənlər var. Ne qədər bu uşaqların bir dırnağı üçün illərlə gözyaşı tökənlər var Gülxanım. Etmə Gülxanım. Qoyma uşağı elinə. Yalvarıram sənə. Bir ana olaraq, bir bacı olaraq kömək eləyəcəm sənə. Demirəm özüm aparıb bir dənə bunu yavaşça. Sən tuta bilməzsən. Ana olan kim var orada? Ana olanı gətir. Firuzə ana olmayıb ki, onun qucağına uşaq verirsiniz. O yıxar, vurar. Bunlar körpə uşaqlardır. Kim uşaq qucağına alıb? Kim var? Kim var burada? Gel Hüseyin. Gel. Gel Hüseyin, götür bunu yavaşça başının altından. Ay sağ ol, otur orada. Yani bak, dəqiqə. Ya mən bilim də, bilim. Yox, Hüseyin tutub. Bak Gülxanım. Gülxanım. Bak, o üç uşaqdan onsuz da uzaqdasan. Son, kızım ne inirsən sən? Kızım sen burada ne gəzirsiniz siz? Bura nədir? Bak, Gülxanım, uşaq evinə qoyma, mən sənə kömək eləyim. Sizə söz verirəm ki, bir müddət onlar biraz özünə gəlsin, biraz böyüsünlər. Çox balacadılar, qorxuram, vallahi çətindir. Gülxan, mən sənə bilirsən niyə onları inanmıram? götürəcəm. Sən o birilərin də demişdin ki, məni işə düzəlt, ayağa durun. Çünki o birilərin atası var, bunların heç kəsi yoxdur. Bunlar kimsəsiz. Bunlar sizdən başqa heç kəsi yoxdur.
Adı da siz koydunuz, siz çıkarttınız, paltarı da siz aldınız. Ama onları atmayacağım. Hoş geldin. Söz veririm ki onları götüreceğim. Evzat tutun, biraz onlar özüne gelsin. Götürüm, onları atmayacağım. Onların dalıca getməyəcək. Və bunu mən deyirəm. Bunu hamı da bilir. Oradan ora Qubadan Qubaya getmir uşaqlarının dalıcı. 3 dənə uşaqlarının dalıcı. Bir ay bundan qabaq Qubadan mənlə siz Qubaya ya. getmişik onun 3 dənə uşağın yanına. Təklif də elədik, gəlmədi. Gəlməyəcək. Uşaqları da düz fikirdədir, verir, siz də sağ olun, kömək edirsiniz. Uşaqları oraya yerləşdirirsiniz. Valla o sata da bilərdi, öldürə də bilərdi. Onun ümidinə buraxılsa uşaqlar hər şey eləyə bilər. Mən o Gülxanımla... Mən bilirəm, Xoşqanam xanıma bu Hər çox şey təsir edir, gözləyir. çox əlindən gələni elədi, çox köməkli elədi ona. Dostlar, Amma bu mənim Gülxanıma üçün yaramır. sizə deyim ki, 15 ildə bu verilişdə çox ağırlı anlar yaşanıb. Çox ağırlı anlar yaşanıb. Mən burada ölüm xəbərləri vermişəm. Mən burada imtinalar olub. Mən burada döyülən körpədə əzilən analar, atılan ata-analar. Amma indiki qədər çətin bir durumda deyiləm. Olmamışam heç bir zaman bu verilişdə. Mənim üçün çox ağırdır həqiqətən. Yəni, özdə siz bilirsiniz ki, mən qız uşaqlar, ümumiyyətlə bütün uşaqları, amma qız uşaqları üçün onları nə bilim, mən köməksiz, məzlum, məsum və düşünürəm ki, sevilməyən qız uşağıdır bizim üçün gələcəkdə problem yaradan analar ki var, uşaqlarını atır nə. Onlar hamısı sevilməyən, əzilən, sevgi görməyən. İndi Gülxanım özü yaşadığını, özü də anası baxmayıb da ona. Kim baxıb sənə Gülxanım? Kim səni böyüdüb? Denən görüm. Səni kim böyüdüb? Mənim nənəm böyüdü, biblərim nənəm böyüdü. Sən indi öz həyatını, yenə səni nənəm bibin, yenə deyirəm, dövlətimiz var olsun. Var olsun. O uşaq evlərində, o yaşlılar evlərində xidmətlərə görə var olsun dövlətimiz. Amma qızım, sən özünün yaşadığın həyatı indi balalarına verdin. Etmə bunu. Qoyma. Bax, artıq mənə deyirlər, gəlirlər. Uşağı təhvil verəcəksən, Gülxanım. Etmə. Yoxdur, Xoşqədəm xanım. Sehran bəy, sözün varmı? Sözümü dedim də Gülxanıma. Başa düş. Kimə, sizə? Gülxanım nə söz verdi sizə? Gülxanım Gülxanım razılaşdı da, Gülxanımla bir dənə qalıb mənlə müqavilə bağlamaq. Digər məsələləri mən həll edirəm. Kim öz evini aparacaq Siz bu də axşam? inandınız Ay Seyran buna. bəy. Necə? Kimi, onun Gülxanımın burada evi yox, eşiği yox. O uşaqları deyir sizi, vermə. Bugün kimin evinə gedəcək Kim deyir vermə? uşaqlar? Versin, halalik versin sığınacağı. Halalik verin. Ama başqa söz deyir, ay hacı. Bilirəm, Sehran bəy başqa mən söz. sevinirəm, Seyran bəy ona kömək edir, Xoşqanam xanım. Sehran bəy, Gülxanım, sən Sehran bəyə verdiyin sözü xatırlayırsan, nə söz vermişdin? Bəli, xatırlayıram. Çünki biz bilirik, yox. Bir dəqiqə görək, ay Sehran bəy. Nə söz vermişsən? Xoşqədəm xanım, Sehran müəllim uşaqların atalığı ilə bağlı dedi ki, mən o işləri görəcəm. Mən yenə deyirəm ki, çox çalışdım, DNT analizi etmədi. Yenə də mən razıyam, bu uşaqlar istəyirsə, Rəşad DNT analizi verə bilər. Cavabı da özü ala bilər. Heç mənim xəbərim belə olmadan. Yenə deyirəm, mən əminəm ki, uşağımın atası odur. O insanlar pis baxsın, bilirəm, hər kəs onsuz da düzdür. Deyəcəklər ki, onun Zülfiyə xanım düz dedi ki, uşaqların atası kimdir? Mən onu heç kəsə inandıra bilmərəm. Mən bilirəm, bu düzdür. Amma ki, istəmədi, çox çalışdım. Onların ailəsi, onları Zülfiyə xanım bir sözü düz dedi ki, Sahilə günündə istəyi bu idi ki, o uşaqlar uşaq evinə verilsin. Və mən də onların istədiyini edirəm. Sən niyə onların istədiyini eləyirsən? Etmə Gülxanım, uşaqlarının istədiyini et. Qız uşaqlarının, baxın, yenə deyirəm, mənim üçün uşaqların hamısı eynidir. Amma qız uşaqları məsələsində kimsə məndən inciməsin, ata-anam belə gözümün önünə gəlmir.
qızlarının dediyini, onların gələcəyini deyil. Əgər Mən atmayacağam Xoşqədəm xanım, söz verirəm ki, bu atmaq necə olur? Atmağın Çünki- qulağı, burnu, ağzı, gözü olur. Bunlar bir dəqiqə mən Bu hal-hazırda boyda baxa uşaqlar bilmərəm. istəyirəm, səs tonum qalxır. Bu boyda uşaqları indidən aparıb uşaq evinə qoyursan, onlar sənin qucağında böyüməlidir. Onlar ana südü yeməlidir, onlar ana sevgisi görməlidir. Danışmağa gücüm qalmır. Mənə Xoşqədəm xanım kim ayda 1000 manat pul verəcək ki, mən o iki uşağı saxlayım. Onlar gecənin bir vaxtı pis oldular. Sən deyirsən 1000 manata baxa bilərsən ona. Qızdırması qalxdı, soyuq dəməz. Mən onu hardan, neyniyim? Gecə vaxtı tək qadın. Kimə deyim dərdimi? Harayıma kim çatacaq? Çünki qorxuram, heç olmasa biraz... Seyran Mən bəyə demirəm ki, mən verdiyi düz sözü eləmişəm, başa- düzdür, mən günah edirəm. Günahın da cəzasını çəkəcəm, bəli, günah edirəm və mənim qədər, mənim əgər ahı məni tutacaqsa, atasını da tutacaq yəni. Əlbəttə, onu atanı da tutacaq. Əlbəttə ki, O əlbəttə. Sahiləni də tutacaq, anasını da tutacaq. Yo, indi Sahilənin nə günahı var? Ne günahı Bana var? neyləsin? O düşmüşdü qabağa, uzaqlaşdırırdı. Mənim nə sahilə ilə nə işim yoxdur. Sahilə neynəsin? Sahilə qardaşını qoymadı Gül xanımla. Sahilə yetişkin bir qardaşın Bir arxasınca dəqiqə. getməlidir. Tamamilə razı. Bura niyə gəlmişdi? Ay bacı bir dəqiqə. Yetişkin qardaşım arxasınca bura niyə gəlmişdi? Rəşad 40 yaşında kişidir. Səhv eləyib, səhvinin Mən sinə razıyam. Sahilə gəlmişdi. Bəs bura niyə gəlmişdi? Həmin o sahilə. Sahilə neynəsin? Mən niyə Sahilə deyildi, qardaşını səbirləşdirirsiniz? müdafiə edirdi burada. Heç olmasa qardaşını müdafiə Elə o eləməsin. sahilə ilə Gəlib anası deyirdi ki, qoymadı. bəli, mənim qardaşım günahkardır. Yaxasını çəkərdi qırağa. Rəşad Sahilə artıq neynəsin? razılaşmışdı. Gül xanımla barışıb oturmuşdu uşaqları. Sahilə, sahilədir, ana. qardaşını başa salır ki, gizlən, getmə. Analarıdır. Onlar onu başa salmalıdırlar ki, ya gedər bu bizim uşaqlar, Mən bizim namusumuz, açığı bizim sizə bir şey gələcəyimiz, deyim. bizim qanımız var orada. Heç kəs bunu başa düşmək istəmir. Mikrofonsuzsuz, mikrofonsuzsuz. Bir dənə mikrofon ver də xanım. Var, arkada var. Bütün hallarda o qadın istəsə də istəməsə də mən tərəfdarıyam ki, Sehran müəllim hüquqi tədbirləri görsün. Çünki onda ata sevgisi yoxdur, o bəllidir. Amma hər kəs qanun qarşısında məsuliyyətini başa düşməlidir. Yəni o nə qədər günahkardırsa, elə ata da o qədər günahkardır və o Fərid qanunlar bəy. qarşısında cavab verməlidir. Yoxsa elə kim harda gəldi, kimlə görüşür, heç orada Uşağı götürmək üçün Fərid bəy gəldilər mi, etibarnamə əziz? verməlidir bu qadının o. Verəcək, öz başınadır Gül xanım. Öz Uşağı başına deyil, götürmək Rəşadın üçün dediyi ilə oturur. gəlirlər, yaxınlaşırlar, mənə deyirlər. Uşaqlar artıq gedir. Bugün Mən uşaqları atacam, gəl birləşək, rahat yaşayaq həyat. Gül xanım bu sözü verib Rəşada. Xeyr. Gül xanım, uşaq, Zülfiyə xanım, inanın ki, yox, düz demirsiz. istəyir, nə atalıq istəyir. Bunun qarşılığında 2 dənə qız uşağını, qız uşağından imtinanın qarşılığında o Rəşadla bir yerdə yaşamağı seçir. Bilirsiniz siz? Eğer bu dediğinizde hakikaten haklıysa onda ar olsun. Öz Gül dediyi. xanım qədər də Gül Rəşada. xanımın öz dedikləridir bunlar hamısı. Mənə deməyib ha, deyir. mən sizə bir şey deyim. İndi deyirsiz, ar olsun Raşada. Mən bir dənə inandığım bu düşmürəm. həyatda bir şey Bizim var. hörmətli Hər günə- qazanın öz qapağı var. Böyle Gül xanım da Rəşadın taydı, Allah- Rəşad da Gül Allah xanımın indi taydı. hələ Könül Rəşad xanım Gül indi deyir ar xanıma olsun söz verib ki, Raşada. uşaqları at, mən səninlə bir yerdə Hələ yaşayacağam. Raşada indi deyir ar olsun. Bax belə, Raşada xəbəriniz yüzü bundan var. qabaq ar olsun demək lazım. Gül xanım da Ay razıdır. Seyran bəy, Könül xanımın ar olmaydı, ar olsun deməklə Rəşad düzələcəksə, Hey, onda mən buradan deyirəm, ar qoy olsun yerə siz girsin Rəşadı. İndi deyirsiniz. Hə. 5 ay bundan qabaq demək lazım. Bəli, İndi Raşad adam sənə deyir. ar olsun. Demirdi. Ay Deyilir. Seyran bəy, 5 ay bundan qabaq da gəldik dedik də, nə xeyir oldu? Hacı deyirdi də, nə oldu? xeyri, Dedim, mən mənə də gəldi, demişdim. mənə dedi ki, sən kartof soyursan restoranda, canlı açmısan, demişsən, Rəşad Gülxanını bu vəziyyətə Gül qoyur. xanıma bir dəfə ar olsun. Dedim, bala elə mən deməkdə- tək ilə kartof soyuram. Əzizlərim, 10 İnsanlara dəfə Raşada hizmet demək edin. lazımdır ar olsun. Əzizim, Rəşada mən demişdi xahiş də. edirəm, bağlayın bu mövzunu. Mən qardaşıma görə cavabdeh deyiləm. Mən hətta yetkinlik yaşına çatan övladıma görə də cavabdeh deyiləm.
Qardaşına görə cavab verir. Onda bura gəlməməliydi qardaşına görə. Bizə gəlirdi. Qardaşını müdafiə edirdi. Necə, mənim qardaşımı öldürəcəksən, vuracaqsan, mən də dayanacağım. Sadəcə olaraq vicdanı yol vermir. Gəlib çıxsın ki, mənim qardaşım haqlı deyil. Sahilə Qardaşım bu işi görübsə cavab verməli. Onu deməyən razı çətin edir Sahilə xanım üçün. Ay Sehran bəy, artıq iş işdən keçib, Gül xanım artıq qərarını verib. Nə sahiləlik, nə əlilik, nə vəlilik heç nə yoxdur. Yazıq Sahilə neynəsin? Sehran bəy. Yazıq Ay Sahilə nə Sehran yazıq bəy. olur, Gülxanımın başqa qərarı yoxdur. Siz özü bir dənə Gül danışmadan xanım fikirləşin. deyir ki, mən uşağı qoyuram uşaq evinə. Vəssalam. DNK-da istəmirəm. Elə dedi də burada. Rəşad necə istəyir, deyir elə olsun, onsuz da deyir istəmir, deyir. Uşağın atalıq vermək istəmir, istəməsin. Gülxanım Nəsə deyir, Gül xanımın uşaqların yanında mənəvi demək istəyir. əzalı. Getsin orada desin. Uşaqların Nəsə deyir Gül xanıma söz gələcəyi demək üçün istəyir. Gül xanımı dilə tutmalıyıq. İnşallah Ayşad, bir dəqiqə, nə demək istəyirsən, oraya deyirsən gedim. Xoş qədəm xanım, kaş ki bizim ev olaydı, o uşaqları biz götürüb saxlayardıq. Ay, sən uşaq saxlayansan. Bəli, öz uşağıma necə lazımdır baxıram. Hüseynin başına indi bu iki dənə əkizləri keçirirsən, ha, nə danırsan sən? Yazıq Hüseyin. Xeyr, xoş qədəm xanım, amma baxardıq. Atılmazdı. Abi, vallahi yaxşı Ayşə, Vallahi özüm baxardım, necə lazımdır. Öz uşağıma da özüm baxmışam, onlara da Gül baxardım. xanım, istəyirsən uşaqları Ayşadın yanında qoyaq. Sən də işdə, Ayşad da baxsın, amma uşaq evinə qoyma. Ayşə də öz uşağına necə baxır ay xoş. Xanım, Nə olub ki, öz uşağıma necə lazımdır baxıram. O uşaqlara da Xanım baxaram. çox düzgün vurğulayır buradakı. Bu Aydın, bizim plan aydındır oldu ki, dostlar. Amma qoymasın uşaq evinə. Aydındır, uşaqları bizim əməkdaşlarımız götürsünlər. Gül xanım, uşaqlarınla vidalaş. Yenə deyirəm, əgər istəyirsə Sahilə efirə bağlana bilər, hətta bəlkə mən bağlayım. Son dəfə Sahiləni mən eşitmək istəyirəm. Yaxınlaşsınlar Şahin, bizim əməkdaşlarımız, uşaqları. Sahilə xanım, sonuncu dəfə efirə bağlamaq istəyirəm sizi. Çünki uşaqlar gedir, uşaq evinə yola salırıq. Artıq son andır. Nəsə deyəcəyiniz varmı? Varmı? Ağlayır Sahilə. Ağlama Sahilə. Sən nə timsah, Sahilə uşaq mı dünyaya gətirib Könül xanım? Ağlayır o körpələr üçün Sahilə ağlayır. Qardaşının ağlı olmuyor da. Neynəsin? Neynəsin? Neynəsin bu qadın? Mən neyniyim əgər mənəmsə onun yerində? Versin. Sahilədən deyilmir ki, gəlsin bu uşaqlara baxsın. Bir də görək nə deyir. Atalıq verdirsin qardaşına. Bəli. Onun sözü keçir də, Sahilənin sözünə baxır Hər Rəşad. kəsi salamlayıram. Bəli. Yəni bu, yəni hamı da bilir bu bizim ailəmizin başına, yəni belə bir faciə kimi gəldi. Yəni sonda nəticədə budur. Bəli. Nəticə budur. Yəni ən azından biz yəni ümumiyyətlə ailə daxili, ümumiyyətlə həyatda belə şeylər yaşamadığımız, görmədiyimiz halı yəni Yaşadınız. çox sağ Nə olsun deyirsən? Gül xanım yaşatdı bizim ailəyə. Bizim ailə Neynə? yəni böyük. Uşaqlara atalıq verilməlidir. Uşaqlar. Gedəm xanım. Hə. Mən həmişə bir bacı olaraq qardaşımın səhhətinə, qardaşımın əsəbi olduğuna görə həmişə Qoyma canım uşağın, yanıb. ay qız uşağınla vidalaş da. Aman Allahım. Baldızın Hə. Sahilə, Gül xanım, övladlarınla vidalaş. Yəni qucaqla, öp, öp. Öp uşaqlarını, gedir uşaqları. Sahilə, bu uşaqlara Bəli. atalıq Mən verilməlidir. sözümü deməyirəm. Qısaca de, çünki vaxt yoxdur, bitir efir. Yəni çox xoş gələm xanım. Yəni mən bu barədə susuram. Düzdür, dediyim kimi qardaşımın əsəbi pozulmasın deyə biraz müdaxilə eləyirdim. Sadəcə qardaşımı müdafiə yox. Yəni ki, bilirdim ki, qardaşım əsəbidir, amma buradan mən susuram, susmaq haqqımı seçirəm. Aha. Bir Yəni, saniyə gözləyin, Gül xanımgil gözləsin, bəli. Yəni bu məsələyə qarışmırsan. Bu barədə mən söz tapmıram. Yenə də deyirəm, Allah bilsin, Gül xanım bilsin. Yəni mən Amma nə deyim? amma sizə bir Mən- şey deyim. Yəni Mən burada orada da sizdən rica səsləndirin. edirəm. İki qız uşağının atalıq qrafasını boş qoydurmayın. Günahdır, günahdır, günahdır. Yəni mən belə üzr istəyirəm, uşaq doğmamışam. Aydın, mən bilirəm. Uşaq O uşaq gözəl doğmamışam. nəslinizin iki nümayəndəsi
İki qız uşağı bu dəqiqə gedir yetimlər evinə. Qadın olaraq öz nəslimizə 2 dənə özüm yoldaşım yoxdur. Yəni mən öz-özümə cavabdəyəm, 2 dənə Gülxanova cavabdəyəm. Kimsənin də haqqı, mənim də haqqım yoxdur ki, səndən və ya digər bacıdan, anadan nəsə deyəsən. Amma bildiyim o var ki, Gülxanım nə qədər günahkardırsa ki, o uşaqlar ana və atasız böyüyəcək, Rəşad da o qədər günahkardır, əgər o övladlar Rəşadındırsa. Əgər Rəşadındırsa, o da onun qədər günahkardır. Mən heç nə deyə bilmərəm. Bilirik ki, Rəşad istəmədik. Aydındır. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Gülxanım uşaqları ilə vidalaşır. Gülxanım uşaqları ilə vidalaşır və Gülxanımın əkiz balaları bugün xəstəxanadan çıxdı, çıxan kimi də uşaq evinə getdi. Qeyd edeyim ki, Sosial Xidmətlər Agentliyinə mən özlərinin təşəkkürümü bildirəcəm. Qeyd edeyim ki, bilirsiniz ki, mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, belə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi ilə bağlı fərdi inkişaf planlarının hazırlanması sayəsində səlahiyyətlərin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Qeyd edilən körpələrlə bağlı artıq bizə, yəni mən bu məlumatları bizə deməli Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin məlumatını sizlər üçün oxuyuram. Bizim müraciətimiz və bugün uşaqlar indi aparılır deyə mənə bu məlumatı yazıblar. Qeyd edilən körpələrlə bağlı onu deyə bilərəm ki, mətbuat xidmətindən deyilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən onlara əvvəlcə aidiyyatı qurumlara koordinasiyalı şəkildə müayinə və müalicə olunmaları üçün səhiyyə müəssisələrinə yerləşdirəcəklər. Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə onlar daimi qayğı ilə əhatə olunmaları üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcəkdir. Deməli, Sərvər Abdullayev Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən mən təşəkkür edirəm. Birinci Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə bugün bizim körpələrimizi qəbul etdilər. Bugün ən azı vicdanım rahatdır ki, uşaqlar rahat əllərdədir. Və bu arada mən qeyd edeyim ki, bu uşaqların dünyaya gəlməsi üçün əlindən gələni etdilər. Deməli, təbibə mən xüsusi təşəkkür edirəm. Büqar Qurbanova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zavur Əliyevə, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova öz dərin minnətdarlığımı bildirirəm hər birinizə. Çox sağ olun, çox təşəkkür edirəm. Rahatam artıq, amma bir şey deyim, bugün uşaqları uşaq evinə yerləşdirdim. Cehizin olsun. Mevlana'nın sözüdür. O həya abır ki var, utanmaq hissi ki var. Allah onu bizdən almasın. Sevinç xanımın məndən son xahişini istəyir ki, son bu xahişi elə. Əsas odur ki, Gülxanım, mən uşaqları dövlətə təhvil verdim. Rahatam artıq, bax, məni Gülxanın mövzusu maraqlandırmırdı. O iki körpə bugün də Allahıma milyon kərə şükür edirəm ki, öz əllərimlə dövlətə verdim. Artıq o uşaqlar təhlükəsizdir. Bu qədər.